Uğur qazandı birinci ona görə ki, çünki birinci o film çıxanda kinoteatrlara axan kütlənin birinci fikri o idi ki, bu nəsə yeni bir Batman filmidir. Batman fanatları, o komiksin fanatları birinci gəldilər o filmə baxdılar, amma çox peşman olub getdilər. Çünki gözləyirlər ki, orada nəsə bir action səhnə olacaq, nəsə bir ümumi Batman'ın ab-havasına, onun hamının alışdığı, öyrəşdiyi film olacaq, amma hamı peşman oldu. Bunun biletlərinin satılmasının birinci periodunda, birinci dönəmində olan uğuru bu ilə bağlı idi. Batman'ın fanatları çox ora kütləvi axın elədilər. İkinci uğur ondan ibarətdir ki, müəllifin bu mövzuya, bu spin-off'a özəl yanaşması idi. Heç kəs Jokeri o cür təsəvvür eləmirdi. Hamının Joker beynində Heath Ledger'in canlandırdığı obraz kimi yaranmışdı. Hamı fikirləşirdi ki, Joker budur, bundan sonra olmayacaq, bundan sonra nə yaxşıdır, bundan əvvəlki hamısı yalandı. Amma sadəcə Christopher Nolan çəkib də deyəsən o. Christopher Nolan ora klassik Jokeri əlavə yaradıb orada və bu bilavasitə Nolanın kütlənin arzularına görə onların xəyallarını canlandırmaq məqsədi daşıyırdı və buna görə çox böyük uğur qazanmışdı. O ki qaldı Todd Phillips'in Jokeri. O biraz bu mövzuya daha bəşəri yanaşdı. Spin-off yəni o mövzudan onu çıxartdı. O Batman planetindən onu çıxartdı. Ayrıca bir sadə o göydən yerə endirdi o qəhrəmanı. Və nəticədə dünyanın istənilən qitəsində insanların özünü gördüyü bir qəhrəman meydana gəldi. Filmin qalan uğuru da buna borcludur. Və orada Joker anadan gəlmə Joker deyildi. Və orada Jokerin biz tədricən doğulmağının şahidi oluruq. Tədricən yaranmasının. Müəllif onu göstərir ki, Joker yoxdur və biz birinci hissədən söhbət gedir. İstənilən kəs Joker ola bilər. Bu onun bədii tərəfidir. O ki qaldı onun dramatik tərəfinə. Əslində Joker mənfi bir personajdır. Bu cinayətkardır. Birinci ondan başlayır ki, bu ruhi xəstədir və o çox uğursuz bir şəxsiyyətdir. Özünü tapa bilməyən, axtaran, hesab edir ki, hamı buna borcludur və bu heç bir halda simpatiya qazana bilməyən bir qəhrəmandır. Joker əslində o müsbət qəhrəman deyil. Tamaşaçının ona görə yazığı gəlir ki, o ailə tərəf, anası onu aldadır və dəfələrlə aldanır və dəfələrlə onun arzuları, onun istəkləri, onun xəyalları daşa dəyir, çırpılır və puç olur və nəticədə və cəmiyyət onu əzməyə çalışır və nəticədə Joker əmələ gəlir. Tamaşaçılar bunu gördü və çox bu maraqlı bir yanaşma idi. Postmodernist bir bizim bugün yaşadığımız postmodernist dövrə uyğun bir yanaşma idi və məhz buna görə də uğur qazandı. Çox adam deyir ki, art house və ya art house deyil. Əvvəlcə siz mənə dönən sualı belə qoymuşdunuz. Art house deyil, art house milyonlar büdcəsi olmur. Müəllif filmi anlayışına gələndə demək olar müəllif filmi. Çünki bayaq dedim ki, müəllif Jokeri sıfırdan yaradır burada. Ənənəvi bütün qəbul olunmuş kanonları qırır, sındırır və yeni. Bəli, qoymaq olar. Burada Todd Phillips çox maraqlı bir paralel aparır. Çox maraqlı bir paralellə hərəkət edir. O mövcud artıq qəhrəmanı, hamının tanıdığı, yaxşı bələd olduğu, hamının özünə doğma saydığı bir qəhrəmanı götürür, adını saxlayır, tamamilə paramparça edir o qəhrəmanı və yenidən sıfırdan bir qəhrəman yaradır. Və bəli, buna müəllif kinosu, müəllif qəhrəmanı sıfırdan yaranmış bir film, qəhrəman personaj demək olar. O cümlədən də film. Mən yenə deyirəm, bu filmin birinci hissəsində mən hazırda danışıram. Mən şəxsən bir tamaşaçı kimi komiks həvəskarı deyiləm, heç vaxt olmamışam. Batman'ın o Dark Knight, Qara Cəngavər filminə mən 2 dəfə, 3 dəfə baxmağa cəhd eləmişəm, yuxulamışam, açıqını sizə deyim. Çox darıxdırıcı gəlir və mənə indiyənəcən başa düşmürəm ki, o filmin ətrafında o böyük bir fanat kütləsi dünya üzrə yaranıb. Niyə?
heç bir müəllif, heç bir qətiyyən məncə inanıram ki, bu 100% əminəm buna ki, heç bir 100% mövcud olan rejissorlar, müəlliflər, istər yerli rejissorlar, heç kəs istəməz ki, bir məhsul yaratsın və uğursuzluğa düçar olsun. Xeyr. Amma birinci hissənin uğuru, bu kassa uğuru, tamaşaçı rəğbəti, festival uğuru müəlliflər üçün gözlənilən deyildi. Onlar üçün partlayış oldu və onlar üçün daha bir şey gözlənilməz idi ki, bu qəhrəmanın ətrafında məhz Todd Phillips'in yaratdığı qəhrəman çox böyük bir kütlə yarandı. Mən məqalədə yazdığım kimi, burada da deyirəm, istənilən insan yer kürəsinin istənilən nöqtəsində öz beynində yaratdığı bir ədalətsizlik formulu var. Nə iləsə razı olmayan bir vətəndaş kütləsi var və hər kəs nəyisə dəyişmək istəyir, hər kəs nəyəsə əleyhinə getmək istəyir. Hamı nədənsə narazıdır, çox və az. Və müəlliflər gördülər ki, bu filmin ətrafında çox böyük bir real fanat nədir? Fanat özünü, öz şəxsiyyətini təqzib eləyir. Ya özünə bir kumir seçir və onun həyatını yaşamağa davam eləyir. İstər bu aktyor da ola bilər, müğənni də ola bilər və ya bədii film qəhrəmanı da ola bilər. Və onlar görürlər ki, böyük bir təhlükə yarana bilər. İnsanlar başladılar, jokerizm bir sindromu yaranmağa başladı. Hamı başladı. Azərbaycanın özündə metroda gedin görürlər ki, bu jokerin maykasında gəzirlər, maskaları satılmağa başladı filan. Və burada yox, amma xaricdə bu gözlənilən idi. Hətta bilmirəm, mən belə bir şey eşitmişdim ki, Heath Ledger'ın çəkildiyi filmin premyerası qabağı bir fanat girmişdi, kinoteatrda hardasa bir terakt öyrətmişdi. Eşitmişəm elə bir şey. Bilməm, olub ya yox. Aysa. Fanat, yəni insan, bir toplum ki, bir yerə, böyük bir qism insan bir yerə toplandısa, ondan yaxşı işləmək, gözləmək mümkün deyil. O, insanlar böyük bir kütlə, fanat ordusu toplandısa, o ancaq dağıdıcı qüvvəyə çevrilir. Bu filmdə onu göstərdi ki, gördülər ki, bu mümkün deyil artıq və hamı başladı nəyisə tələb eləməyə, hamı başladı nəyisə əleyhinə getməyə, hamı nəyisə, nədənsə narazılıqlar, yeni narazılıqlar meydana gəldi. Birinci hissə çox ideal sonluqla bitmişdi. O həbs olunur, türməyə yox, o həbsxananın xəstəxanasına yerləşdirilir. Mənim bir kinematografçı olmaq arzusunda olan bir şəxs kimi və tamaşaçı kimi deyə bilərəm ki, o ideal bir sonluq idi və onun davamı olmamalı idi. Və o ikinci seriyanın elanı olunanda mən dedim ki, bu film bir mənalı şəkildə uğursuz olacaq və elan olunanda ki, Lady Gaga orada iştirak edəcək, mən dedim bu tamamilə uğursuzluğa düçar olacaq. Çünki Lady Gaga müğənni kimi ola bilər, yaxşı da estrada kimi, amma film onluq deyil. Bu mənim tamaşaçı kimi fikrimdir. Kimsə bunu təqzib eləyə bilər, mənə razılaşmaya bilər. Və onlar bu ikinci hissəni çəkməli idilər. Və ikinci hissəni çəkməkdə bütün tamamilə birinci filmi yenidən yaratıla, birinci filmdəki qəhrəmanı. Joker orada necə? Joker orada sağalır və elan edir ki, mən Joker deyiləm, mən Arthur Fleck'əm. Və nəticədə onun ətrafında yaranmış fanatlardan birinin qəzəbinə tuş gəlir və qətlə yetirilir. Bilməm, bu spoilerdir, bəlkə kimsə baxıbsa, bu onsuz spoilerdir, kimsə baxmayıbsa üzrlük sayılsın. Yəni, bu olmalıydı. Bunu ilə müəlliflər nə demək istəyir? Müəlliflər bunu nə deməyib ki, biz bunu demək istəyirik. Bu mənim müşahidəmdir. Bu o demək istəyir ki, yəni istənilən kəs Joker ola bilər. Jokerizm bir xəstəlikdir, bir sindromdur. Və siz nəyinsə hansısa bir dalğaya köklənib, nəyinsə əleyhinə gedə bilərsiniz, nəyinsə etiraz edə bilərsiniz. Amma bu xəstəliyin dövrü çatanda, bitəndə və siz sağalanda, dırnaqarası sağalanda, siz başa düşəcəksiniz ki, siz yanlış bir yoldaydınız. Və sizin ətrafınıza toplanan insanlar bunu başa düşməyəcək və sizin taleyiniz fatal sonluqla yekunlaşacaq. Müəlliflər bunu demək istəyir. Əgər müəlliflər çox uğurlu orada bir həll veriblər. Diqqət edin. Joker əgər hüquq mühafizə orqanlarının nümayəndəsi tərəfindən qətlə yetirilsəydi, bu 2 qat etirazları doğurardı və daha çox pis olardı. Və siz fikir verin, orada onun tərəfdaşlarından biri tərəfindən qətlə yetirilir. Nəticədə o, Lord dinləndisək, hörmətdən düşür,
qətlə yetirilənə qədər. Harley Quinn'in sevgisini itirir və nəticədə görür ki, bunun ətrafında yaranan bütün bu xaotik, bütün bu baş gicəlləndirici məşhurluq, hamısı bu bir tüstü idi, hamısı itdi getdi və gördü ki, tək qaldı və nəticədə qətlə yetirildi. Və ikinci hissəni çəkməkdə müəlliflər heç bir kassa uğuru gözləmirdilər. Onlar bunu çəkməli idilər. Çünki çəkməsəydilər, onlar görürdülər, 19-da çıxdı da birinci hissə, 25 ildən sonra bu xəstəlik davam edirdi. Bu xəstəlik və onlar bilirlər ki, heç bir kassa uğuru olmayacaq və hətta o vaxt, bu mənim sözümdür, mənim oxumuşam bu faktda, Facebookda çox yazırdılar ki, məhz pandemiya, Covid pandemiyası məhz bu filmdən bir neçə, 2 ay sonra meydana gəldi ki, cəmaatı evə qapasınlar, cəmaat çölə çıxmasın. Bilmirəm, bəlkə də bu uydurmadır, bu film müəlliflərinin uydurduğu bir PR xoddur, amma bu məncə çox reallığa uyğundur. İkinci hissə, biz necə yaxşı anlayışı, mənsə bir söz deyim, ümumiyyətlə yaxşı anlayışı film, musiqi, incəsənətdə keçərli deyil. Yaxşı olur yemək, yaxşı olur qız, yaxşı olur həyat, yaxşı olur hava. İncəsənət nümunəsi olur ya güclü, ya zəif. Birinci film güclüydü. İkinci film də güclüdür ki, biz ondan indi sizinlə oturub o vaxtda danışırıq və bizi bir araya gətirib, bizi söhbət edirik. Bəli, güclü film idi. Sadəcə bizim gözləntilərimizə cavab vermədiyi üçün, ümumiyyətlə dünya tamaşaçılarının gözləntilərinə cavab vermədiyi üçün biz bu sual meydana çıxır. Bu güclü film idi, yaxşı film idi, zəif. Bəli, kifayət qədər peşəkar surətdə çəkilmiş film idi, amma biz nəyinəsə razı olmaya bilərik. Biz razı olmaya bilərik orada Lady Gaga'nın, bu bir PR xodu idi və mən əminəm ki, mənim belə gəlir ki, Lady Gaga özü oranın, o layihənin gizli prodüserlərindən biri idi ki, bəlli bir miqdarı pul verib ki, mən də orada iştirak edim. Onun da özü bir reklamı idi və bilməm, məlumatlısınız ya yox, filmin premyerasından bir ay sonra onun Harley Quinn adlı bir albomu çıxdı. Mən bundan sonra əmin oldum ki, onun bu filmdə çəkilməyi o albomun reklamı idi. Və o ki qaldı film, bəli, film olduqca peşəkar filmdir. Kifayət qədər ora peşəkarlıq işim. Yəni, siz birinci filmin qazandığı uğuru, festival uğuru, kassa uğurunu nəzərə alsaq, bayaq dediyim kimi, biz əminik ki, şahid oluruq ki, orada qeyri-peşəkar adam işləməyib və bu komanda zəif məhsul verə bilməz. Bu, onların sadəcə düşünülmüş addımı idi. Onlar bilirdilər ki, bu film fiyaskoya uğrayacaq, amma onlar bunu istəmirdilər. Bu dillər necə deyə bizim dildə var, tutdu qatıq tutmadı ayran. Onlar bunu çəkdilər ki, kütləni yatızdırsınlar və onlar buna nail oldular. Və ikinci hissədən dərhal sonra, bu ajiyataj gedəndə, bu forumlarda ki, bu dava gedirdi, kim hansı yaxşı Jokerdir. Joaquin Phoenix'in tərəfdarları yenidən onu təqzib edirlər ki, elə Heath Ledger'in qəhrəmanı daha yaxşı idi, onun yaratdığı personaj daha yaxşı idi.